Bu il buraxılış imtahanlarında iştirak etmiş abituriyentlər üçün vacib məlumatımız var. Dövlət İmtahan Mərkəzi onların arasında sorğu təşkil edir. Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-u və 15-də keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn qaydada sorğu keçirir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd İmtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq. Sorğuda martın 9-da və 15-də keçirilmiş imtahanı vermiş şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir. Şagirdlər Dövlət İmtahan Mərkəzinin saytına daxil olaraq bu məlumatda sorğu bölməsində iş nömrəsini, soyad, ad və ata adını müvafiq hissələrə daxil etməklə sorğuda iştirak edə bilərlər.